Salam, hər bir kəsi kanalımda xoş gördük. İlk öncə özümü təqdim edim. Adım Vüsalə. 5 ildir ki, toxumaqla məşğul oluram. Düzdür, daha öncələrdən bilsəm də, amma 5 ildir sırf bu işin üstünə düşünmüşəm. Sizə ilk öncə onu deyim ki, kanalım sırf toxumaqla bağlı olmayacaq. Bütün bildiklərim əl işləri, yəni özümün sırf bildiklərim də deməyək. Öyrəndiklərim, nəyi öyrənsəm, tutaq ki, nəyisə ilk öyrənsəm onu sizlə paylaşacağam. Nəyi ilk yoxlasam onu sizlə paylaşacağam. Yəni öyrənə bildiyim hobbi ilə bağlı, əl işi ilə bağlı nə olsa sizinlə paylaşmağı düşünürəm. İnşallah siz də mənə dəstək olarsınız. İstədiyiniz videodur ki, nəyi ki istəyirsiniz paylaşım, nə ilə bağlı paylaşımlar eləyim, nəyi toxuyum və yaxud hansı əl işini istəyirsiniz, onu mənə komment olaraq bildirərsiniz. İradlarınızı, bəyəndiklərinizi hamısını yazmağınızı istəyərdim. Videonun altında qeyd eləyin. Bir də ki, məndə tək toxuculuq olmayacaq, tikiş ilə də bağlı istəyirəm, köməklik eləyim sizə. Yəni yenə deyirəm, özüm elə bilməyin ki, mən nəyi mükəmməl bilirəm, onu sizə öyrədəcəm. Ümumiyyətlə mükəmməl mən demirəm, mən hər şeyim, onu da sizə deyim ki, bəlkə fikirləşərsiniz ki, mən deyirəm, mən professionalam. Yox, mən yəni öz bildiklərimi sizə köməklik eləyəcəm. Tutaq ki, mən toxumaqda bunu toxuyuramsa, bunu bilirəmsə, bunu sizə bildiyim qədərilə sizə kömək eləyəcəm. Ola bilər, yəni kimsə bəyənməyə, kimsə fikirləşə, bunun metodu bu deyil. Yəni mən öz elədiklərimi sizə sadəcə bildirəcəm. İnşallah bəyənərsiniz. Bəyənməsiniz də ilk videomda ola bilsin ki, bilirəm ki 5-6 video sonra özüm də bu videomu bəyənməyəcəm. İlk videoda biraz səhvlər olur. Onları da keçərsiniz inşallah mənə. Belə, ümumiyyətlə başqa nə sualınız olsa, nə sözünüz olsa yorum olaraq